Yolçu, harda gərək? Ay, Gəncə deyən dillərimizə quzu kəsərəm, gənc dostlar. Əziz izləyənlər, Gəncəyə gələsən, Hacıkənd qəsəbəsinə baş çəkməyəsən, daha doğrusu Hacıkəndə qalxmayasan, olmaz. Yanımda gənc dostumuz var, Fərid Dünyamaliyev. Xoş gəlmişsiniz Gəncəyə. Bugünkü İnkişaf Akademiyası layihəsində görməkdə sizi məmnunuq. Gəncədə sizi görməkdən məmnunuq. Bugün gənclər Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi ilə Gəncədə İnkişaf Akademiyası layihəsini həyata keçirirlər. Gördüyünüz gənclər bugündən etibarən təlimlər başlanıbdır. Müxtəlif mövzularda artıq biz təlimləri bitirmişik. Bundan sonra bizim əyləncəli hissəmiz var. Kod Da Vinci oyunumuz var, Mafya oyunumuz var və möhtəşəm diskotekamız var. Uşaqlar, kimsə bu qardaşımızın stop düyməsi hardadır mənə desin da. Ay maşallah, bir mikrofon uzatdım, bir dəqiqənin içərisində qardaşımız hər şeyi danışdı. Mən söz saxlamadım. Allah var eləsin. Çox maraqlı bir təlimin iştirakçısıyıq, əziz izləyənlər. Biz də gəlmişik bu gənc dostlarımızla bir yerdə bu maraqlı anları bölüşməyə, paylaşmağa. Allah sizdən razı olsun, var olun valla. Sağ olun, Allah. Hərə bir diyardandır. Ölkəmizin təbii ki, Gəncəyə yaxın olan başqa şəhərlərindən, rayonlarından Gəncədə təhsil alan tələbələrdir ki, yayda gedib evlərində istirahət eləməkdənsə elə bu təlimlərdə həm bilik qazanmağı, həm asudə vaxtın dəyərləndirməyi, bəli, səmərəli keçirməyi qərar veriblər, üstün tutublar və bugün onlar da buradadır, biz də buradayıq. İstəyirəm özünüzə bir alqış eləyəsiz. Ay maşallah, var olun. Kimlər var burada dediniz? Burada 123 nəfər bu layihəyə iştirak etmək üçün müraciət eləmişdi və onlardan sadəcə 30 nəfər seçildi. Çünki layihəmiz bizim iyun ayında və avqust ayında, növbəti avqust ayında keçiriləcək. Digər iştirakçılar da avqust ayında iştirak edəcəklər. Bugün burada gördüyünüz tələbələr həm Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəallarıdır, universitetlər, kolleclərin fəal, aktiv tələbələridir. Eyni zamanda Gəncədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarından nümayəndələr burada iştirak edirlər. Bəli, bəli. Və maraqlıdır, üzr istəyirəm. Buyurun. Uşaqlar, mən indi sualı verəcəm, kim sualımı uyğun əlin qaldırar. Ən uzaq, Gəncədən ən uzaq rayondan ya da şəhərdən olan kim var? Gəl yanıma. Alqışlayaq bu dostumuzu. Hardan? Bakıdan. Bakıdan gəlmişsən? Bəli. Yaxşı eləmişsən. Evimizə salam deyərsən indi, buradan üzvü görərlər. Bəs başqa kim var? Məsafə olaraq bundan başqa daha uzaqdan. Nə, belə ürəksiz əlivi qaldırma, gəl. Gəlin, gəlin xanım, gəlin. Xanıma da bir alqış. Siz hardan gəlmişsiniz? Bax. Başqa kim var hardan? Siz 2 nəfər, siz gəlin. Artır ay yavaş-yavaş. Sizlər hardan? Mən Sabirabaddan. Sabirabaddan. Rəngindən bilinir öz aramızda. Və siz? Yevlaxdan. Başqa kimlər var? Gəlin siz də gəlin bura. Başqa kim var? Yaxşı, axırıncı dəfə soruşuram. Oradan qardaş əlin qaldırır, amma sən təlimin iştirakçısı deyilsən. Eybi yox, əlimi qaldırdın, gəl soruşaq. Gəl, yaxın gəl. Və burada onu da deyim ki, Hacıkənd qəsəbəsi bilirsiniz, əziz izləyənlər, hər tərəfdə yaşıllıqdır. Gəl yanıma, gəl. Hər tərəfi yaşıllıqdır. İnsanlar bura turist kimi də gəlirlər və çox maraqlı gənclər bu tədbirlərini, təlimlərini məhz elə hamının bir yerdə istirahət elədiyi bir məkanda həyata keçirdilər ki, başqaları üçün də yəqin maraqlı yox. Maraqlar. Hamı Gəncədən gəlib, yoxsa başqa rayonlardan? Mingəçevirdən. Gəlin, siz alqışlayın bu gənclərimizi ki, bugün burada belə gözəl vaxt keçirdirlər. Allah var eləsin. Hardan idin? Dərdə. Lap yaxşı qardaşım. Allah canını sağ eləsin. İzləməyə davam elə. Deməli, bu günlərim gənclərlə neynədik? Bugün gənclərlə Bugün gənclərlə necə ideyanı formalaşdırmaq olar, ümumiyyətlə ideyaların generatoru necə olmaq olar, o təlimi keçdi. Təlimçimiz buradadır, Gülnarə xanım. Gülnarə xanım, siz də dəvət eləyək bura. Gəlin. Və bununla bağlı simulyar oyunlar oldu. Heç olmasa sınaq olaraq kimdənsə ideya istədiniz ki, maraqlı, kreativ, qeyri-adi bir ideya versin? Oradan 5 ideyamız oldu. 3 ideya doğrudan dəstəkləndi. Hansılardır, deyin gəlsin, biz də bilək də nə olar? Komandalarımız özləri desin hansı ideyalar dəstəkləndi. Əllərin qaldırırlar xanımlar oradan. Gəlin, kim ideya verib gəlsin? Aha, biri bizimdir. Başqa? Aha. Özünü də təqdim elə. Cabbarlı Rauf. Cabbarlı Rauf. Gəncədən. Onsuz olmaz.
Bizim ideya yeriyərkən enerji yığan landşaftdan ibarətdir. Həm bu landşaftdan da musiqili və rəngli işıqlarla ibarət olan zibil qabıdır. Bax, neynəmsiz ha? Yəni bunda ideyamız daha çox şəhərin təmizliyinin qorunmasına ibarətdir. Həm də bu təmizliyi qoruyarkən belə şəhərə zibil qabını bir kənara qoymaq yox, həm də hansısa bir bəzək əşyası kimi onu qoymaq yəqin. Bəli. Əla, bu ideyanı alqışlayın bir dənə dostlar, ürəklənsinlər. Bəlkə də gələcəkdə inşallah reallaşdırdılar. Qoy. Bizim ideyamız idi. Yəni bizimki rəqibsiz bir ideya idi. Onu da aldılar əlimdən. Bizim ideya səyyar kitab ağacım. Mənim kitab ağacım. Demək bizim ağacımız olacaq. O ağac hər gün Gəncə şəhərində bir küçədə olacaqdır və ağacın butaqlarından kitablar asılacaq. Hansı ki, bildiyiniz kimi kitaba gənclərin də marağı yoxdur, ancaq artıq çünki internet var. Bəli. Ağaca baxanda dərmə əvəzinə kitab dərib keçir. Yəni burada başqa məqsəd də o idi ki, kitabları həm də paylaşırıq. Məsələn, mən bir kitabı oxuyuram, başqa kitab istəyirəm, ancaq o kitabı almağa, yəni tələbəyik də həm imkan baxımından, həm də ki, əlavə xərc olmasın. Mən kitabımı asıram və yerinə başqa kitab götürürəm. Əla, gözəl. Bunu paylaşırsınız dostlarınızla. Əla, gözəl. Bəyənilsin. Əslində, bilmirəm dostlar, eşitmisiniz ya yox, bir çox kitab həvəskarları var ki, onlar oxuduqları kitabı sonra metroda qəsdən unudaraq buraxırlar oturduqları yerdə ki, başqa bir insan gəlsin onu götürsün, o da oxusun. Yox? Bu da məndən. Onun özü də bir maraqlı aksiyadır. Mütləq reallaşdırın. Başqa kim var idi? Üçüncü ideya verənlər kimlər idi? Bizim üçüncü ideyamız avtomatlaşdırılmış taksi idi. Dayanacaqlara radiasiya qoyuruq. Həmin radiasiyanın birini də taksilərə qoyuruq. Asobu çağırılmış şəxsi taksilərə. Xüsusi çağırılmış şəxsi. Gəncədə bunu fikirləşmişik. Çünki Gəncə Avropa Gənclər Paytaxtı oldu 2016. Radiasiyanın nömrələri 3 ulduz qoymuşduq. Çünki hamı daha aydın və tez yığa bilsin həmin nömrələri. Və taksiləri iki cür cinsiyyət baxımından da seçdik. Həm kişi, həm qadın. Elə qadınlar var ki, Azərbaycanımızda, yəni kişi olan taksilərdə çox belə istifadə olunmur. Ancaq qadınların elə taksilərdə rahat hiss eləmirlər, istəyirlər ki, onların sürücüsü elə xanım olsun. Bəli. Həm də ki, elə insanlar var ki, toya, partiya və yaxud da ki, yaşa, ad günlərinə gedirlər. Ona uyğun da biz taksini bəzətdirmək istədik. Yəni hansı məqsədlə gedirsənsə ona uyğun taksi. Həm də sərfəli olsun. Kreativ ideya da. Toya gedirsən belə üstü lentli, şarlı bir taksi çağırırsan. Həm də insanların... Bəs yasa gedəndə necə olacaq onlar? Qara taksi. Maraqlıdır. Sonra bu elə bir ki, bu ideyadan taksi sürücüsü 25% özünə gəlir götürür. Və elə bir ki... Müəllimə deyir onu demə. Bu biznes sirridir, ha? Komanda yoldaşı. Komanda yoldaşı, bunu yaxın durun, xanım. Bu biznes sirridir, bunu paylaşmaq olmaz. 5 bizə gəlir, qalanı... Sizin olduğu üçün. Bəli, qalanı taksi sürücüsünə. İndi əsas məsələ başa düşdüm, yaxşı bir alqışla bu ideyaya ya. İndi başa düşdüm, üçü də əla, gözəl ideyadır. Qalır bunu reallaşdırma, bu nətər olacaq? Fərid müəllimə mikrofonu uzadıram. Hamı ağsaqqala üzün döndərdi. Biz bu layihəni həm keçirməkdə məqsədimiz ondan ibarət idi ki, gənclərin ideyalarını bir təklif halına salaq və həmin təklifləri paket halında müvafiq strukturlara təqdim edək ki, belə bir layihələr var. Yəni gənclərin özlərinin fərdi layihələridir. Onlar dövlətimiz tərəfindən dəstəklənir. Bugün gənclər siyasəti hər birimiz, yəni burada əgər biz toplaşmışıqsa, bu deməli dövlətin bizə göstərdiyi diqqət, qayğıdır. Sağ olsun dövlətimiz. Dostlar, bayaq Fərid müəllim qəşəng bir söz dedi. Biz ideya generatorları axtarırıq. Müəllim, indi demək olar ki, bunların hər biri bir generatordur. Bəli, demək olar. Amma ideya generatoru. Bəli. Demək olar ki, onlar ideya generatorudur. Generator nə deyən? İşə düşən, nə demək daha doğrusu? İşə düşən enerji, güc, qüvvət mənbəyi deməkdir. İndi biz burada dostlarımızın başqa enerjisində şahid olacağıq. Təlim hissəsini bitirmişsiniz, əyləncə hissəsi başlayır. Bugün bizim üçün nə hazırlamısınız? Rəqs. Hansı rəqs? Tunak. Tunak. O, əla. Alqışlayaq, maraqlı bir adda var. Hər halda yəqin ki, rəqsin özü də maraqlı olacaq. Neyinirik? Bu boyda ərazi bəs eləyir bizə Fərid müəllim? Bəli, bəs eləyir. Gənclər özləri indi aktivliyin siz şahidi olacaqsınız. Ya Allah, bu rəqsə də baxıb, sonra yavaş-yavaş yolumuza davam eləyəcəyik dostlar.
Wow, sadəcə super dostlar. Uşaqlar, qalxmaq fikriniz yoxdur. Vallahi billahi maşallah. Bu rəqslə bir daha Gəncənin Avropa Gənclər Paytaxtı olduğunu təsdiqləmiş oldunuz. Zəhməti keçənlər, zəhməti keçən hər kəs sağ olsun, var olsun. Sadəcə mənə birisi nə maraqlıdır. Hərə bir QHT-dən, hərə bir təşkilatdan, hərə bir universitetdən qısa bir vaxtda bu rəqsi, bu sinkron nətər tutuzdura bildiniz? Bu sualı indi kimə verim, ha? Bu
Bu rəqsi demək olar ki, Gəncədə bütün gənclərin hamısıdır. Bayaqdan mikrofon alırsan əlimdən elə. Mikrofon həvəskarıyam ona görə, yaraşır həm də. Maşallah. Bizdə Gəncədə demək olar ki, bütün gənclərin hamısı bu mahnının rəqsini başarırlar. Yəni hara gedirik? Bəli, bacarırlar. Yəni biz hara getsək, hansı tədbirdə olsa, hansı düşərgədə olsa, tınaq-tınaqla öz birliyimizi bir daha sübut eləyirik. Və belə deyərdim ki, tınaq-tınaq Gəncə gənclərinin rəqsidir. Gəl. Gənc dostumuz yenə nəsə əlavə eləmək istəyir. Onun bacarmaqlarının da səbəbi var. Bu Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı var ki, Bakıda. Yəni bu onlardan elə bir ki, yaranmış ittifaqdan. Yenə söhbət apardım Bakıya. Biz Bakıdan gəlmişik Gəncəyə. İttifaq tərəfindən yaradılıb. Yəni belə deyək ki, regionlarda ən güclü oynayan, kameraya baxa-baxa danışar arada. Regionlarda ən güclü oynayan Gəncədir mənə elə gəlir. Yəni bizim iki regionlarda ikincidir. Qarşımıza çıxan olmaz. Maşallah, var olun. Təbii ki, bunun özü bir dostluq şarjı idi. Başqa gənclər, yəni siz də bizim kimi oynayın. Təkcə biz yaxşıyıq deməklə kifayətlənməyin. Gəlin siz də bizim kimi yaxşı oynayın deyin. Əgər Bakıda bunu ATÇ bacarıbsa, Gəncədə də bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bacardı. Alqışlayaq. Belə, əziz izləyənlər, bura Hacıkənd qəsəbəsi idi. Vallahi gəldik bu ağaclığın sərinliyindən nə qədər ürəyimiz belə rahatlaşdırsa, ləzzət alsa, belə potensialı gənclərlə tanış olmaq bizi o mənəvi sərinliyə də aparıb çıxartdı. Mən istəyirəm hamınız mənim yanıma gələsiz yavaş-yavaş, hamınız mənim yanıma gələsiz. Bizim bir ənənəmiz var, dostlar. Biz kimi çəkib görüntülürüksə, ekran başında oturan dostlarımızın hamısından qardaş gəl Fərid müəllim gəl. Kənarda qalma, əziyyət çəkən sənsən əsas. Sizləri kimlər ki gördü tanıdı ha. İstəyirəm həm gənc dostlarınıza, həm ümumiyyətlə hər kəsə öz salamınızı çatdırasınız. Yap Gənclər Birliyinin adından, eyni zamanda Yap Gəncə Şəhər Təşkilatı adından. Ya Allah, getdi. Yolçu harda gərək? Gəncədə! Ay, sizin Gəncə deyən dillərinizə quzu kəsərəm mən. Xoş gördük, əziz gəncəllər. Xoş gününüz olsun, nətərsiz? Xoş gəlibsiz. Əziz izləyənlər, Gəncədə 3 nömrəli uşaq bağçasındayıq və Avropa Gənclər paytaxtı olan Gəncədə görəcəksiniz ki, gənclər qədər elə uşaqlar da müasirdir, kreativdir, yaradıcıdır. Biz bura niyə gəlmişik? Bizim uşaqlar sizlər üçün flashmob hazırlayıb və biz istəyərdik ki, siz bizim bu uşaqların ifasında bu çıxışlara qulaq asasınız. Mənim gözlərim üstə elə, onsuz da bura ona görə gəlmişik da. Flashmobu hazırlayan uşaqlar səhnədədir, mənim yanımda olan uşaqlar idi. Ay Allah, bunların zahid bir yaxın gəl. Bunların sifətini kim bu qədər əziyyət çəkib rəhlib, hə? Hansı müəllimənin zəhməti var bu işdə? Necə? Bunları mən bəzəmişəm. Ay, sizə bir ən alqış gəlsin. Adınızı öyrənim. Günay. Necə? Günay. Günay xanım. O nəyi simvolizə eləyir uşaqların üzündəki o işarələr? Biz əsasən uşaqların istəklərini nəzərə almışıq da. Görürsünüz, flashmobdur. Flashmob nədir? Flashmob azad rəqsdir. Biz azad rəqsdə uşaqların həmişə biz milli çıxış eləyirik, xarici xoreoqrafiyalar qururuq. Uşaqlarımıza biz istədiyimiz kimi rəqslər qurulub. Yalnız flashmobda biz uşaqların istəyini nəzərə almışıq. Hansı karikaturalara istəyiblər, onları onların üstündə tərənnüm etmişik. Əla, gözəl. Neçə dəqiqədir flashmobun?